1 fevral 9-cu siniflər üçün keçirilən OTK sınavından gəlin birinci mətnin izahına baxaq. Deməli, öncə gəlin mətni oxuyaq. Mətni diqqətlə oxuyun və növbəti tapşırıqları mətn əsasında cavablandırın. Dənizlərin biletsiz səyyahı remora balığı. Deməli, baxaq görək mətnin birinci abzasında bizdən nə istəyir? Mətni oxuma səbəbim odur ki, sınağa, imtahana gedə bilməyən şagirdlərimiz buradan oxusun və sualları tapa bilsinlər. Baxaq. Təbiət saysız hesabsız maraqlı canlılarla doludur. Bunlardan biri də okeanların ən hiyləgər canlısı hesab olunan remora balığıdır. Bu bizim giriş hissəmiz. Giriş hissədə təbiətin, deməli, maraqlı canlılarla dolu olmasından danışdı və bunlardan biri də okeanda yaşayan remora balığıdır, hansı ki, hiyləgər canlı deyir hesab olunur. Görək ikinci abzasda bizə nə deyir? Sualtı aləmin bu qəribə sakini məşhur səyyah Kristofer Kolumbun da marağına səbəb olmuşdu. 1494-cü ildə Kolumb Kuba sahillərində lövbər salanda belə bir səhnənin şahidi olur. Görək, Kolumb nəyin şahidi olubdu? Adamlar qəribə bir balığın köməyi ilə deməli, iri dəniz bağalarını tuturdular. Həmin qəribə balıq remora idi. Bəs remora dənizçilərə necə kömək edirdi? Baxaq görək nədən danışır. Üçüncü abzas. Remoranın başının üst hissəsində oval formalı sorma diski yerləşir. Elm adamları müəyyənləşdiriblər ki, bu disk əslində təkamül nəticəsində dəyişmiş bel üzgəcidir. Remoranın diskləri güclü yapışma qabiliyyətinə malikdir. Deməli, üçüncü abzasda remoranın bədən quruluşunda başının üzərində deyir oval formalı sorma disk yerləşir ki, bu da elm adamları müəyyənləşdiriblər ki, bu disk əslində təkamül nəticəsində dəyişmiş bel üzgəcidir. Remoranın diskləri güclü yapışma qabiliyyətinə malikdir. Kürüdən təzəcə çıxmış remora yapışqan olmur. Kürüdən təzə çıxmış remorada yapışqan olmur. O sonra əmələ gəlir. Deməli, fikir verin, bu yapışqan remoralarda sonradan əmələ gəlir. Əvvəllər aktiv şəkildə hərəkət edən remora sorucu orqanı yaranmağa başladıqca get-gedə üzməyə tənbəllik edir. Deməli, əvvəl aktiv olur, sorucu orqanı yaranandan sonra tənbəllik edir. Biletsiz sərnişinlik etməyi üstün tutur. Qeyri-adi orqanı ilə köpək balığına, yer üzünün ən böyük məməlisi olan balinaya, dəniz bağalarına, bəzən isə gəmilərin suda olan hissəsinə yapışaraq onlarla bircə səyahətə çıxır. Deməli, remoralar nə edir? Bu qeyri-adi orqanı, bu yapışqanlı orqanın hesabına köpək balığına, yer üzünün ən böyük məməlisi hesab olunan balinaya, dəniz bağalarına, bəzən də gəmilərin suda olan hissəsinə yapışaraq onlarla bircə səyahətə çıxır. Yəni, rahat da yapışır onlar bunu aparır. Yem ilə bol olan yerlərdən keçərkən öz, deməli, nəqliyyatından qopur və qidalanmaqla məşğul olur. Yəni, nəqliyyat deyəndə burada yapışdığı balıqdan və ya gəmidən. Burada bir növ qarşılıqlı xidmət müqaviləsi əsasında fəaliyyət başlayır. Remora nəhəng dəniz canlısına yapışaraq enerji sərf etmədən minlərlə kilometr yol qət edərkən sahibinin dərisindəki zərərli parazitləri də təmizləyərək onu xəstəlikdən qorumuş olur. Deməli, remora hansısa balığa yapışıb onunla birlikdə səyahət edəndə onun deməli dərisindəki zərərli parazitləri də təmizləyir. Yəni, bu münasibət hər iki tərəf üçün faydalıdır. Maraqlıdır ki, remora sözü latıncadan tərcümədə maneə deməkdir. Qədim dövrlərdə dənizçilər inanırdılar ki, bu balıqlar gəminin altına yapışanda onu tamamilə dayandıra bilərlər. Qədim Roma imperatoru Kaligulanın gəmisinin remoralar tərəfindən dayandırıldığına dair əfsanələr mövcuddur. Fakt deyil, əfsanə. Əlbəttə, müasir elm sübut edir ki, bir balığın nəhəng gəmini dayandırması fiziki cəhətdən mümkün deyil. Lakin bu inanc, məsələn, deyə bilər ki, hələ də davam edir. Remora balıqları bizə təbiətdəki mükəmməl uyğunlaşmanı nümayiş etdirir. Onlar okeanın ən təhlükəli yırtıcıları ilə dostluq edərək sağ qalmağın ağıllı yolunu tapmış canlılardır. İndi baxaq. Mətnə əsasən Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Əslində Venn diaqramımız belədir. Belə. Deyir 1,
Sualtı aləmin sakinlərindən hesab olunur. Remora balığı burada da balina haqqında bizdən soruşur. Hə, belə düzəltdik. Deməli, remora balığı bir də balina haqqında Venn diaqramı verib. Sualtı aləmin sakinlərindən hesab olunur. Hər ikisi suyun altında yaşayır. Deməli, bir ortaq olmalıdır. Birləri çıxarıq variantlardan. Canlı və cansız varlıqlara yapışa bilir. Remoranın xüsusiyyətidir bu. Yəni, remoraya aid xüsusiyyət olduğu üçün 2 düz fikirdir. Deməli, variantlarımızdan biri 2-dir. Sonra hər ikisi canlıdır, suyun altında yaşayırlar. 3 də düzdür. 3-ü də düz götürürük. 2, 3. Özündən dəfələrlə ağır çəkisi olan tısbağanı çəkə bilir. Bu remora balığına aid idi. 4 burada olmalıdır. 4 səhvdir. Y variantı olacaq cavab. Yer üzünün ən böyük məməlisi hesab olunur balina. Orada deyir ki, mətndə də var. Cavab 2, 3, 5-dir. Baxın, mətndə o hissəni göstərirəm. Deyir ki, bax, yer üzünün ən böyük məməlisi olan balinaya yapışaraq onlarla birlikdə səyahətə çıxır. Deməli, həqiqətən də 5 doğru fikirdir. Doğru cavabımız olur Y variantı. Giriş hissəsində bəhs olunur nədən? Deməli, quruda və suda yaşayan canlıların müqayisəsindən giriş hissədə baxın. Sadəcə təbiətin rəngarəngliyindən, təbiətin deməli maraqlı canlılarla dolu olmasından danışır. Giriş hissədə remoraların tənbəlliyindən danışmır, əsas hissədir. Canlıların bir-birinə kömək etməsi dedik ki, baxın, bu da burada yazılıbdır. Əsas hissədə, deməli, əsas, sonra yapışmaq xüsusiyyət əsas hissədir. Quruda və suda yaşayan canlıların müqayisəsindən belə bir şey görürsünüz ki, yoxdur. Bunu çıxdıq təbiətin rəngarəngliyindən. Doğru cavab variantımız olur. İkinci sualda B variantı. Sonra 13-cü sualda bizdən yanlış fikirləri istəyir. Yanlış fikirlər. Deməli, səhvləri tapmalıyıq. Remoralarda anadan gəlmə sorucu orqan olur. Bayaq oxuduq ki, anadan gəlmə yox, sonradan yaranmağa başlayır. Deyir ki, sorucu orqan əvvəllər aktiv... Baxın, burada deyil, baxın. Görək, haradaydı o? Hə, elə buradadır da. Kürdən təzə çıxan remorada yapışqan olmur, o sonradan əmələ gəlir. Görürsünüz? Yəni, kürdən çıxanda, bizdə bu heyvanlar, balıqlar daha doğrusu, kürdən çıxır. Əvvəl çıxanda yapışqan olmur, sonradan o yapışqan əmələ gəlir. Onun üçün də anadan gəlmə sorucu orqan olur, bu səhv fikirdir. Sonra, remoralar kürdən çıxır, bu düz fikirdir. Bunu ona görə götürməyəcək. Remoraların da yemdən doyduğu vaxt olur. Mətndə deyir ki, bu yapışdığı balıqlarla birlikdə yem çox olan yerlərdən keçir və orada həmin ərazilərdə artıq deməli yeməyə başlayır. Təbii ki, yem bol olan yerlərdən keçəndə yemi yeyir, doyur. Bu düz fikirdir. Balıqçılar remoralara, yəni bu ehtimal oluna biləcək fikirdir də, yanlış fikir deyil. Balıqçılar remoralara maraq göstərmirlər. Niyə maraq göstərmirlər? Bəs elə mətnin əvvəlində deyir ki, remoralar vasitəsilə deyir, remoralar yapışır bəzi heyvanlara. Baxın. Adamlar qəribə bir balığın köməyi ilə iri dəniz bağalarını tutdular. Həmin qəribə balıq remora idi. Bəs remora dənizçilərə necə kömək edirdi? Remora dənizçilərə necə kömək edirdi? Görürsünüz, dənizçilər, balıqçılar bunun hesabı ilə deməli digər heyvanları tuturmuşlar, balıqları tuturmuşlar. Bu doğru fikirdir. Burada deməli fikirlərdən birini bu səhvdir, bu düz fikirdir, bu ehtimal ola bilinəcək fikirdir, ehtimal. Yəni, ehtimal deyildi, bu qənaətə gəlmək olar. Bu qənaətə gəlmək olar. Bu isə səhv fikirdir. Səhvləri istədiyinə görə 1 ilə 4. 2 fakt olaraq mətndə var. 3 bu nəticəyə gələ bilərik ki, yem çox olan ərazilərdə başlayır qidalanmağa, bu nəticəyə gəlir ki, doyur. Onun üçün qənaətə gələ biləcəyimiz fikirdir. Cavab nə olur? Səhv fikir isə 1 və 4-dür, B variantı. Sonra, mətndəki hansı fikri real hesab etmək olmaz? Remora balıqlarının yapışdıqları canlıların dərisindəki parazitləri məhv etməsini realdır. Bu var mətndə, düzdür. İnsanların balıqlardan bağaları tutmaq üçün istifadə etdiklərini var. Remoralardan istifadə edirlər. Remora balıqlarının öz orqanları vasitəsilə hərəkət edən canlılara yapışması düzdür, sorucu orqanları vasitəsilə. Bəzi balıqların nəqliyyat vasitələrindən biletsiz istifadə etmə. Burada biletsiz deyəndə görürsünüz dırnaq içərisində verir. Yəni bu nə anlamdadır? Yəni burada bilet həqiqi mənada deyil, real anlamda deyil. Yəni real deyil də bu.
Məcazi mənada, yəni ona yapışaraq gedir də, bu anlamdadır. Real deyil, məcazi mənadadır. Sualtı aləmə, yəni burada real biletdən söhbət getmir. Mətndə də real biletdən söhbət getmir. Balıq aparıb balinaya biletini göstərməyəcək ki, al mən biletimi almışam, getdik. Olmaz. Yəni məcazi mənadadır mətndə də. Real deyil. Sualtı aləmə məxsus canlının, yəni bilirsiniz real nə mənada? Həqiqi mənada deyil. Həqiqi deyil, məcazi mənadadır. Məşhur səyyah Kristofer Kolumbun marağına səbəb olub. Bəli, Kristofer Kolumb da ona haqqında araşdırma eləyibdi. Həm də görüb ki, insanlar bundan istifadə eləyirlər də dənizçilər. Doğru cavab D variantıdır. Səhv fikir. Sonra qədim dənizçilərə görə remoralar deməli, baxaq görək nə istəyir bizdən? Hə, düzgün fikir istəyir. Orada deyir ki, dənizçilər hətta hesab etdilər ki, gəmiləri dayandıra bilir. Doğru cavab elə A-dır. Fikir verin. Bax, yazıb ki, qədim dövrdə dənizçilər inanırdılar ki, bu balıqlar gəminin altına yapışanda onu tamamilə dayandıra bilər. Deməli, gəmini dayandıra bilər. Ona görə doğru cavab variantımız A-dır. Dənizçilərin sırf düşüncəsi budur. Digərlərini heç oxumağa ehtiyac yoxdur da. Onlar zaten mətndə bəhs olunan fikirdir. Bəzilərsə, yəni, kürüdən çıxması dənizçilərin fikri deyil. Əfsanə dənizçilərin fikri deyil. Yəni, remor əfsanə yarada bilir. Səhv fikirdir. Okeanda yaşaması mətn giriş hissəsində verilir. Xırda balıqlarla qidalanması, nəvin parazitlərdən ümumiyyətlə bunun qidalanmasından bəhs edir. Amma dənizçilərin fikri gəmiyə yapışmasındandır. Çərçivə daxilində verilmiş ifadə ilə bağlı doğru fikri müəyyən edir. Məcazi mənadadır, fəaliyyət göstərir anlamındadır. Çərçivə daxilində deyir ki, sonradan əmələ gəlir bu yapışqanlar, yəni yaranır. Əmələ gəlmək nədir? Olmayan bir şeyin yaranması. Olmayan bir şeyin yaranması. Fəaliyyət göstərir, bu işləmək anlamında, fəaliyyət göstərmək anlamında. Bu səhvdir. Məcazi mənadadır, amma yaranmaq anlamındadır. Həqiqi mənalı sözlə əvəz oluna bilməz. Niyə bilməz ki? Yaranır sözü ilə əvəz oluna bilər. Getdi, B səhvdir. Sonra mətndəki kontekstdə doğulur sözü ilə remoralar deməli remoraların deməli bu sorucu orqanları doğulmur axı, yaranır. Deməli, səhv fikirdir. Məcazi mənadadır, yaranmaq sözü ilə əvəz oluna bilər. Bəli, tam doğru fikir D variantıdır. Sorucu orqanları əmələ gəlir, yəni yaranır. Məcazi mənadadır, inkişaf edir. İnkişaf edir o deməkdir ki, var, bir şey var, inkişaf edəcək. Burada isə olmayan bir şey yaranmasından danışır. Ona görə səhvdir. Doğru cavab D-dir. Yerinə görə üzərində rəqəm yazmış sözlərin mənasına uyğun deyil. Birdə yazıb dünyanın, baxın, 1. Sualtı dünyanın bu qəribə sakini, sualtı aləmin. Bu olar. 2 şəkillidir. Şəkilli. Deyir ki, oval şəkilli, oval formalı, bu da ola bilər. 3 fərqləndirmədir. 3-ə baxaq. Tapsaq baxacaq. 4-ü tapdım, 3-ü yox. Hanı 3-ə? Deyir ki, yəni bu münasibət hər iki tərəf üçün faydalıdır. Buradan münasibət əlaqədir. Yəni bu əlaqə. Burada nə deyib? Yəni bu fərqləndirmə. Olmaz axı. 3 səhvdir. 3-dür cavab elə. Əlaqə olmalıydı üçün yerinə. 4 bütünlüklədir. 4 bütünlüklədir. Deyir ki, altına yapışaraq onu bütünlüklə dayandıra bilər. Düzdür. Tamamilə bütünlüklə. Sonra 5-ə baxaq. 5 də çağdaşdır. Çağdaş deyir ki, əlbəttə müasir elm, yəni çağdaş elm, müasir elm olar. Çağdaş zaten çağ sözündən yaranmış sifətdir, çağdaş və müasir deməkdir. Doğru cavab olur B variantı. Mətnə əsasən klasteri tamamlaya bilməyən fikirləri müəyyən edin. 18-ci sualda. Deməli, mətnə əsasən klasteri tamamlaya bilməyən fikirləri müəyyən edin. Yəni, bizdən səhv fikir istəyir. Deyir ki, remora balığının nəqliyyat vasitəsi ola bilər. Hə, yəni remora balığı nəyə yapışa bilər? Köpək balığına verib, su altında nə ola bilər ona da? Gəmiyə yapışa bilər, çünki suyun altında olan hissəsinə yapışa bilər. Bu düzdür. Balinaya yapışa bilər, zaten su altı canlıdır. Təyyarəyə, remora balığı təyyarəyə yapışmaq üçün uçmalıdır. Bu balıqdır, balıq. Necə uçsun? 5-ə çıxdıq. Sonra avtomobil.
Hə, çıxacaq yola, maşını görən kimi əl eləyəcək, qaqa, məni də qabaqda düşür dərsən. Olmaz. İkini çıxdıq. Dəniz bağalarına ola bilər. Yəni dənizdə yaşadığı üçün. Və ay, niyə silindi? Hə, və bunu da seçirik. Seçə bilirik dənizdə yaşadığı üçün. Deməli, gəmi, balina və dəniz bu üçünə yapışa bilər və onların vasitəsilə hərəkət eləyə bilər. Amma təyyarə ilə avtomobilə yapışmaq üçün onların yaşadığı yer, onların olduğu, mövcud olduğu yerlərdə yaşamırıq remora. Onun üçün cavab 2 və 5-dir. 2-5 Y variantı. Sonra mətnə əsasən cədvəli tamamlayın. Remora balığına aid edilən xüsusiyyət, bu xüsusiyyətin remoraya aid edilməsinin səbəbi. Mətnə əsasən cədvəli tamamlayın deyəndə mətnə əsasən tamamlayaq gəl bunu. Hiləgərliyə nə yazmaq olar? Baxın uşaqlar. Biz hiləgərliyə burada bayaq oxuduq ki, remoralar nə edirlər? Yəni çox bilmiş deyilir də, hiləgərlik eləyirlər. Balığa bədəninə qonurlar, o balığa yapışırlar. Onların parazitlərini təmizləyirlər, amma özləri də hara gedir? Yemin çox olduğu yerlərə gəlirlər. Bax, hiləgərlikləri budur ki, suda yaşayan canlılara yapışaraq onlarla bircə səyahət eləyir. Yem bol olan yerlərə çatanda nə edirlər? Həmin o yapışdıqları canlılardan qopur, qidalanmaqla məşğul olurlar. Yəni özlərinə əziyyət vermirlər. Qısası bunu yaza bilərik ki, xüsusiyyəti. Baxın, hiləgərliyinə aid xüsusiyyət bunu yaza bilərsiniz ki, dənizin suyun altında, yəni olarkən bunlar nə edirlər suyun altında? Başqa bir canlıya yapışaraq səyahətə çıxırlar. Yemin çox olduğu yerlərə çatanda yapışdıqları canlıdan qoparaq yemlə qidalanmağa başlayırlar. Hiləgərlikləri buydu. Tənbəllikləri də oydu ki, orada deyir remoralar kürdən çıxanda sorucu orqanları olmadığı üçün üzürlər. Amma sorucu orqanları olandan sonra, yəni tənbəlliyə yazırsınız ki, sorucu orqanları əmələ gələndən sonra artıq özlərinə əziyyət verib üzmürlər və suyun altında yaşayan heyvanlara yapışaraq səyahət edirlər. Bildiniz? Yəni sorucu orqanlarından sonra üzməyi buraxırlar və suyun altında yaşayan canlılara yapışaraq səyahət edirlər, üzürlər, belə. Sonra 6-cı abzasda sonuncu cümləni tamamlamaq üçün nöqtələrin yerinə uyğun nümunə yazın. 6-cı abzasda. Hə, əlbəttə müasir elm sübut edir ki, bir balığın nəhəng gəmini dayandırması fiziki cəhətdən mümkün deyil. Lakin bu inanc, bura bir neçə fikir yazmaq olar. Uşaqlar, burada deyir ki, müasir elm sübut etdi ki, balığın nəhəng gəmini dayandırması fiziki cəhətdən mümkün deyil. Elm sübut edir ki, mümkün deyil. Biz nə deyə bilərik? Lakin bu inanc təcrübəyə yox və ya elmə yox, fərziyyəyə əsaslanır. Lakin bu inanc elmə yox, fərziyyəyə əsaslanır. Fərziyyə uydurma deməkdir. Yəni əfsanəyə, uydurmaya əsaslanır. Lakin bu inanc əfsanəyə əsaslanırdı. Belə deyə bilərik. Əfsanəyə dayanırdı. Əfsanəyə, əfsanələrə. Belə deyə bilərik. Əfsanə. Əfsanələrə əsaslanırdı. Və ya əfsanələrə dayanırdı. Lakin bu inanc elmi cəhətdən sübut edilməyib. Çünki deyir, elm sübut edir ki, balığın gəmini dayandırması fiziki cəhətdən mümkün deyil. Bu inanc əfsanəyə əsaslanır. Bu inanc fərziyyələrdə mövcuddur. Bu inanc, hətta primitiv yaza bilərsiniz ki, elmi inkar edir. Çünki deyir, elm sübut edir ki, gəmini dayandırması bunların fiziki cəhətdən mümkün deyil. Amma bu inanc neynədir? Elmi inkar etdi. Belə. Bu oldu birinci mətnimizin izahı. Keçək ikinci mətnə. İkinci mətndə bizdən nə istəyir? Qəfəsdən azadlığa mətni. Günlərin birində bir tacir meşədən yaralı bir bülbül tutub evinə gətirir. Birinci abzası oxuyuruq. Tacir meşədən yaralı bir bülbülü tutub evinə gətirir. Onun qayğısına qalaraq sağaldır. Sonra gözəl qəfəs düzəltdirir. Qəfəsi qızıl gümüşlə, daş qaşla elə bəzədir ki, baxanlar heyran qalırlar. Tacir bülbülü həmin qəfəsə salır, ona baxmaq üçün bir xidmətçi tutur.
Tacirin gözəl bağçası əlvan gül çiçəklə dolu idi. Rəngbərəng güllərin, çiçəklərin ətri adamı heyran edirdi. Bağçanın ortasında 7 yerdən fəvvarələrlə əhatə olunan ağ mərmərdən qəşəng bir çarhovuz var idi. Tacir bülbülün qızıl qəfəsini həmin çarhovuzun yanında səfalı bir yerdən astırmışdı. Hər səhər axşam gedib ona tamaşa edirdi. Bülbül isə həmişə yanıqlı havalar oxuyub qəm çəkirdi. Bir gün tacir quş dilini bilən bir adam tapıb ona deyir: "Bu bülbül nə üçün afəğan elədiyini bilmək istəyirəm. Onu dinlə, oxuduqlarının mənasını mənə izah et." Quş dili bilən adam bülbülü bir qədər dinləyib deyir: "Tacir ağa, bülbül və afəğan eləyib belə oxuyur: Mən aşiqəm diləngəs, bağda gülə diləngəs, qürbətdə xan olunca vətənində diləngəs." Tacir anlayır ki, bülbül öz vətəninin nisgilini çəkir. Qorxur ki, bu quş dərd çəkməkdən gündən-günə daha da üzülsün. Odur ki, qəfəsi açıb onu buraxır. Quş dili bilən adamla birlikdə hərəsi bir ata minib quşu izləyirlər. Bülbül dağlar aşıb dərələr keçir. Çaylardan çimib bulaqlardan su içir. Az gedir, çox gedir, dərə təpədüz gedib gəlib bir meşədə ağac koğuşundakı yuvasına girib deyir: "Ah vətən, sən nə gözəlsən." O gündən bülbül şən nəğmələr oxuyur, azad gün keçirməyə başlayır. Tacir deyir: "Çox qəribədir. Mən onu qızıl qəfəsdə, gülün çiçəyin içində bəslədim. Oranı bəyənmədi. İndi bir ağacın coğuşunu ondan üstün tutur." Quş dili bilən adam deyir: "Tacir ağa, sən buna təəccüblənmə. Hər kəsin vətəni, ev eşiyi özünə xoşdur. Bülbül burada azaddır. Azadlıq hər şeydən üstündür." Deməli, mətnimiz bundan ibarətdir. Üzərində rəqəm yazılmış hansı sözlərin kontekstə görə mənasının izahı düzgün deyil. Deməli, üzərində rəqəm yazılmış sözlərin. Baxaq görək, birinci fəvvarə. Fəvvarə nə deməkdir? Su şırnağıdır da, təzyiq altında fışqıran su şırnağı. Deməli, 1-ə yazmalıyıq bunu, düzdür? Amma bu 2-də yazılıbdır. Deməli, 1-in izahı 2-də yazıldığı üçün səhvdir. Çarhovuz da böyük hovuz deməkdir, 2. 2-də böyük hovuz yazılmalıydı. Amma bu 1-də yazıldığı üçün 1 də səhvdir. 1-2 səhvdir. 3 yanıqlı, yəni qəmli. Sonra baxaq görək 4-də nə deyir? 4-də qürbət, qürbət yad ölkə deməkdir. 5-də deməli 5 də çoğuş demək, çoğuş. Çoğuş da ağacın gövdəsinin içərisindəki boşluqdur. Düzdür. Deməli səhv fikir 2 ilə 1-dir. Bu əslində 2-dəki fikir 1-də, 1-dəki fikir 2-də olmalıydı. 1-2. B variantı. Sonra mətndəki dialoqlarda iştirak edir. Dialoqlarda kimləri iştirak elədi? Biz gördük ki, tacirlə quş dili bilən adamın dialoqu var da. Quş dili bilən adam daha doğrusu tacir quş dili bilən adamı çağırır ki, bəs gör bu quşun dərdi nədir ki, belə kədərli oxuyur. O da dinləyir və deyir ki, yəni qürbətdə olduğu üçün belədir də. 3, 4 D variantı. Hətta orada sonunda da deyir ki, mən onu qızıl qəfəsdə saxladım. Quş dili bilən adam da deyir ki, vətən, azadlıq belə bir şeydir. Azadlığı yəni, baxın sonda danışıram, bax, deyir, hər kəsin vətəni, ev eşi özünə xoşdur. Bülbül burada azadlıq hər şeydən üstündür. Deməli, kimlərin nitqi var, dialoqu var? 3 və 4 D variantı. 22 olur D. Sonra 23. Mətnə əsasən yanlış fikirləri müəyyən edin. Tacir bülbül üçün bir çarhovuz tikdirmişdi. Deməli, baxın, burada bir yanlışdır. Niyə görə? Çünki bizdən yanlış fikir istəmir. Çarhovuz zaten onun bağçasında var idi. O, bülbülün qəfəsini düzətdirib, gətirib o çarhovuzun yanına qoyur. Yəni, bu var idi, bülbül üçün deyildi. Bülbüldən əvvəl də var idi. Bu yanlışdır. Bülbül tacirin özünün düzətdiyi yox, özü düzətməyib, kiməsə düzətdirib. Bu da səhv fikirdir. Çarhovuzun bir neçə fəvvarəsi vardı, 7 yerdən deyir, fəvvarəsi olan düzdür. 3-ü çıxdıq. Sonra, quş dili bilən adam tacirin xidmətçisi idi, yox. Başqa adam idi. Xidmətçi sadəcə əsərin əvvəlində verir ki, baxırdı bülbülə. Deməli, 4 səhv fikirdir. Səhv olduğu üçün götürürük. 1, 2, 4. Bülbülün yuvası meşədə idi. Bəli, meşədəki bir ağacda, çoğuşda, deməli, ağacın o gövdəsində olan çoğuşda öz yuvası var idi. Düzdür. Cavab 1, 2, 4. Y variantı olacaq. Sonra, bu tacirin diqqətindən yayınmırdı. Tacirin diqqətindən nə yayınmır? Cümləsi hansı işarənin yerinə yazılsa, mətn tərkib hissəsi arasında əlaqə pozulmaz.
Burada buna nəyə aid eləyə bilərik? Bülbül görürük gəmli mahnı oxuyur. Bu da tacirin diqqətindən yaymır. Ora aid eləyə bilərdi. Gəlin baxaq birinci bura. Ona baxmaq üçün bir xidmətçi tutur. Bu tacirin diqqətindən yaymır. Təbii ki, əlaqəsiz də olmaz. Bülbül həmişə yanıqlı havalar oxuyub qəm çəkirdi və bu tacirin diqqətindən yaymır. Ona görə də quş dili bilən adam tapıb deyir ki, bunun dərdini denən. Bəli, romb işarəsini yerinə artıracağıq. Deyir, oxu, dinlə oxuduqlarını, deməli, onu dinlə oxuduqlarını mənə izah et. Bu tacirin diqqətindən yaymır. Təbii ki, əlaqəsi çıxacaq, artırsaq. Və qəfəsi açıb onu buraxır, tacirin diqqətindən yaymır, olmaz. Cavab nə olacaq? Romb. Ən doğru variant rombdur, C variantı. Mətnin sonuncu cümləsi nə ifadə edir? Sonuncu cümləmiz nədir? Azadlıq hər şeydən üstündür. Əsərin ideyası. Əsərin ideyası nədir? Azadlıq qızıl qəfəsdən, bülbül üçün azadlıq, yəni ağacın gövdəsində balaca bir yerdə yaşamaq, qızıl qəfəsdə yaşamaqdan yaxşıdır. Azadlıq hər şeydən üstündür. Yəni, bu mətnin ideyasıdır. Sonra, hansı fikir mətnin giriş hissəsinə aid deyil? Giriş hissəyə aid deyil, baxaq. Giriş hissəmiz nə idi? Bir dənə baxın giriş hissəyə. Tacir bülbülü tapır, evinə gətirir. Deməli, yaralıydı bülbül, sağaldır, qızıl qəfəs düzəltdirir, bəzədir həmin qəfəsi. Baxanlar heyran qalır, sonra xidmətçi tutur. Amma yəni, bülbül buna razı olmur da. İndi baxaq. Təbii ki, yəni, bülbül buna qane olmurdu, azadlığını istəyirdi. Deməli, baxın. İşarələdim, burada silindi. Bax, fikir verin uşaqlar. Giriş hissədə qəfəs yox idi. Qəfəsin təsviri, düzdür? Həmin o qəfəs düzəltdirməmişdi. Qəfəsin təsviri giriş hissədə var. Bizə deyir, aid deyil. Ona görə ikiləri neynədiz, çıxdınız. İnsanlar o qəfəsə baxıb valeh olurdular. Üçü də çıxdınız. Sonra bülbülə xidmətçini qulluq eləyirdi. Bu da var, giriş hissədə çıxdı. Bülbülün vəziyyətinin müzakirəsi, bu A variantı olacaq. Vəziyyətin müzakirəsi bu quş dili bilən adamla müzakirə eləyir. 4, bu əsas hissədədir. Bülbülün izlənilməsi, izləyirlər əsas hissədə 4-5. Əsas hissədir, yəni giriş hissəyə aid deyil. Deməli, doğru cavab 4 və 5-dir. Mətndəki doğru fikri müəyyən edin. Doğru fikir. Problemlə üzləşir kim? Bülbül. Çünki azadlığı əlindən alınıb. Problemin həllinə şərait yaradır kim? Yəni, tacir baxır ki, bülbül qəmli mahnılar oxuyur. Onun üçün də bu problemi həll eləmək istəyir. 3. Sonra problemin həllində iştirak edən kimdir? Quş dili bilən adam kömək eləyir problemi həll etmək üçün. Yəni, baxır ki, bu vətən həsrəti çəkir qürbətdə. 2-3-5 D variantı. Mətndəki bu hadisəni real hesab etmək olmaz. Yəni, bir növ obrazlıqdan məcazidir, şişirdilib, reallığa uyğun deyil. Nə? Qəfəsin qızıl gümüşlə daş qaşla bəzədilməsi. Yəni, qəfəs alarsan, çox zəngin olarsan, qızıl gümüşlə daş qaşla bəzədə bilərsən. Real ola bilər. Bülbül qəfəsdəki həyatı sevmir. Yəni, özün ora çırpır, bura çırpır, qəfəsdən çıxmaq istəyir. Bu da ola bilər. Bülbül üçün xidmətçi tuta bilərsən, sən zəngin olarsan. Bülbül üçün xidmətçi tutarsan, xidmətçi ona baxar. Ola bilər. Bülbülü 2 nəfər izləyə bilər, görək bülbül hara uçur, hara gedir. Ola bilər. Bülbülün quş dilində şeiri ifa etməsi. Yəni, bu artıq reallığa əks elətdirmir də. Plus da ki, o quş dilində onu tərcümə eləyirlər. Yox, mahnı zat yazır, şeir ifa eləyir, vəzni filan var, əruz vəzni. Belə bir şey uydurmadır da, yəni xalq təxəyyülünün məhsuludur. Yəni, şeir ifa etməsi uydurmadır. Onun üçün cavab olur A variantı. Sonra, mətn tərkib hissələrinin planı əsasında cədvəli tamamlayın. Giriş hissəyə nə ad verə bilərik? Deyə bilərik ki, yaralı bülbül deyə bilərsiniz. Və ya tacirin bülbülə diqqəti, tacirin bülbülə qayğı göstərməsi. Deməli, gəlin yazaq. Məsələn, yazaq yaralı bülbülün tacir tərəfindən sağaldılması da yaza bilərsiniz. Və ya sağaldılması. Nəticə hissədə də azadlıqdan yazdığı üçün azadlığın deməli, hər şeydən üstünlüyü və ya azadlığın dəyəri, qiyməti, azadlığın dəyəri. Bildiniz? Bura giriş hissədə bir də yaza bilərsiniz ki, tacirin
yaralı bülbülü sağaltması. Bunu da yaza bilərsiniz. Deməli, giriş isə yaralı bülbülün sağaldılması və ya tacirin yaralı bülbülü sağaltması, nəticə isə də azadlığın hər şeydən üstünlüyü, azadlığın dəyəri. Belə. Bu oldu mətnin deməli plan bəndləri. Gəldik 30-cu sual. Doğru fikri müəyyən edin və seçiminizi əsaslandırın. Tacir düşüncəsiz değildi. Çünki yaralı bülbül götürür, gətirir, onu sağaldır. Müdrik niyə götürməli? Çünki bilsin ki, bir quşun azadlığını əlindən alıb da, yəni qəfəsdə ona qızıl qəfəs lazım deyil. Müdrik olsaydı bunu dərk eləyərdi. Yəni dərrakəli olsaydı. Amma anlayışlıydı mı? Bəli, anlayışlıydı. Tacir anlayışlı insan idi. Necə fikrimizi əsaslandırıq? Deyirik ki, tacir bülbülün qızıl qəfəsdə deməli kədərli olduğunu kədərli olduğunu görüb onu azadlığa buraxır və ya onu öz yuvasına buraxır. Belə. Yəni anlayışlıydı ki, belə əsaslandırırıq. Bülbülün yəni oxuduğu mahnını, mənasını bilir və onu azadlığa buraxır. Belə. Bu da oldu bizim sonuncu sualımızın izahı. Bu qədər uşaqlar, əgər bu tip mətnlər, bu tip dil qaydalarına aid suallar işləmək istəyirsinizsə, buraxılışa az bir zaman qalıb, buraxılışda tam yəni getmək istəyirsinizsə, tam nəticə əldə etmək istəyirsinizsə buraxılışda 055 597 01 51 nömrəsinə yazaraq bizim dərs və ya sınaq qruplarımıza qoşula bilərsiniz. Canlı dərslər, sınaqların izahları, dərs izahları hər biri bu qrupda var və bu dərslərə qoşularaq siz nəticənizi imtahana qədər təbii ki yüksəldə bilərsiniz, 100% eləyə bilərsiniz. Qiymət təbii ki minimumda, nömrəyə yazıb öyrənə bilərsiniz və sizə təqdim olunan dərslər, sınaqlarda sırf imtahan tipli, imtahanda sizə düşə biləcək sual tipləridir. Qoşulmaq üçün tələsin, sağ olun.